Ha. Kvadrat kökler birinci bölme. Düzdür. Ha? Beşinci soru. Beşinci. Kök altında 9,2 vurulsun, 3,7. 9,2 vur, 3,7. Vurulsun mötərizədə. Kök altında 9,2 bölünsün 3,7. Çıxılsın, kök altında 3,7 çıxılsın, bölünsün 9,2 faiz qiyməti hesablanır. Deməli, uşaqlar, bu kökü mötərizə vursaq, mötərizənin içindəki ədədlərə vursaq və dərəcələr eyni olduğuna görə biz bunları bir kökün altında yaza bilirik. Yəni bu ədəd buna vurulacaqdır. 3,7 xara gedəcək, nə qalacaq? 9,2-nin kvadratı. Düzdürmü? Çıx. Sonra bunu buradakı kökə vursaq, yenə də bir kökün altında yazıb bunları vura bilirik. 9,2-lər xara gedəcək, qalacaq nə? 3,7-nin kvadratı. Düzdürmü? Bu da bərabərdir. Buradan 9,2 çıxacaq, buradan da 3,7. Bu da olacaqdır. Nə qədər? 12-dən 7 çıxanda 5, 8-dən çıxanda 5,5. Düzdür? 11. 11. 9 da var ki. Hə? Hayır. Oku. Artısı yok. Doğru. Şimdi kiminle sorarsa artısı desin. De. P ikisiydi sıfırdan. P kiçikdir sıfırdan. Olduqda Ha. sürətdə kök altında P üstü 4. P üstü 4. Ha. Kök altında P üstü 4. Çıxılsın kök altında P üstü 2. Ha. Bölünsün P üstü 1. P üstü gel 1. Belə. Belə verilir. Ha. Kök altında P üstü gel. Biliyorsun P üstü. P üstü 1. Ha. Bu da beraberdir. Tamam. Bu ne olacak burada? 4. Burada derece 2'di de. Bu P kvadratın kvadratı. Burada ne çıkar? P kvadratı. Burada da modulda P. Cüt derece kök adında necə atırıq? Modulda P üstü gəlirsin 1. İndi bizə şərtdə verilir ki P sıfırdan kiçikdir. O zaman biz bu modul altında neynəcək? Qarşısına bir dənə mənfi atacaq. Öyle değil mi? Olacaq burada da P kvadratı. Burada bunun işarəsi mənfi də. Mənfi olacağına üstə gəlinsin P. Məxrəcdə də P üstə gəlinsin 1. Və bərabərdir. Sürətdə nə çıxır mötərizə xaricdən? P üstə gəlinsin 1, P üstə gəlinsin 1. Bu P filis 1-lər ixtisar getdi, qaldı burada nə? P. Sonra 11 deriz. 11. Oxu. 10 sürətdə 10, kök altda 5-də 10. Kök altında 5-də 10. Çıxılsın kök altda 20-də 8. Kök altında 20-də 8. Sonra Çıxılsın kök altında kök altında 5-də 1. 5-də 1. Elə yox, mən bütün Eyni şey, hayır. Bəli. Eyni şey. Yaxşı. Sonra bu 20 nədir? 4 vurursun 5 nədir ki? Hə? 4 vurursun 5-dir. Buradan da nə çıxır? 2 kökdə 5. Yaza bilərik də bunu verir. Düzdür. Bunlar şu ortadan məxrəc nə oldu? Böyle 2 kökdə 5. 2 kökdə 5-i də beləndə bura baxalım. Nə qalır? 2 qalır. 2 də ona vurur. 20. Bunun altında 1, 8. Və beləndə 2. Düzdür. 20-də 8 çıx. O da 10. O da elədi neçə? 10. 10 bölünsün 2 kökdə 5. Bunlar da ixtisar getdi. Nə qalır? 5 bölünsün kökdə. O da bərabərdir kökdə. Bu 5-dəki kökdə 5-in kvadratıdır. Düzdür. Burada nə olacaq? Kökdə 5. Sonra 13. 13. A bərabərdir 10 kök 3. A bərabərdir 10. Kök altında 3. Bəli. Hə. B bərabərdir kök altında 0,3. Kök altında 0,3. Deyil olarsa A-nı B ilə ifadə edir. Onu B ilə ifadə edir. Doğru. A bölünsün B nisbətinə baxaq. Olacaq nə? 10 kökdə 3 bölünsün nə? Kök altında 0,3. Düzdür. Bu da bərabərdir. Bu da bərabərdir. 10 vurulsun. Kök altında bunu belə yaza bilərik də 3 bölünsün 0,3. Elə deyil mi? Aynı şeydir. Bu da bərabərdir. 10 kök altında bu 30 bölünsün 3'lü yəni neçə elədik? 10 elədik də. A bölünsün B buna bərabərdir də. O zaman A deməli nəyə bərabər imiş? A bərabərdir 10 kök altında 10 B-yə bərabər. Düzdür mü? Sonra neçə gəlir? 17.
Görün yerləşər. Yerləşməyəcək. Yerləşməyəcək. Xeyr. Əminsən? Bəli. 100%. Yaxşı, yazın. Yazın bunları. Hə? 17. 17. Oxu görün. Nə oldu? Baxıram mən köşk. Yekə köşklərə sürətdə 400 dənəsinin altında yenə Gözdə gəlsin, nədir? Köşk 15. Hə. Elə köşk əməllər sürəti tək köşk eləyir. Yeni kökün altına yazıram da birbaşa. 4 çıxılsın köklər. Və Hər ikisinin dərəcəsi 2 deyil ki. Dərəcələri eyni deyil bir də ki. çıx Hə? köşk 15. Bir kökün altında yaza bilirəm da. Hə, çıxılsın nədir? Kök Kök altında 15. 15. Birbaşa yaz. Belə. Bəli. Bu da bərabərdir uşaqlar. Burada olacaqdır. Buraya işi düşürdü dediniz. Biraz Yapmadı, aşağı olacaq. Yaxşı. Ha, sürət və məxrəci bu məxrəci qoşmasına vuracaq. 4 plus kökdə 15-ə vuracaq. Bax, burada oldu 4 çıxılsın kökdə 15, vurulsun 4 üstə gələcək kökdə 15. Sürəti də 4 plus kökdə 15-i 4 plus kökdə 15-ə vuranda nə olacaqdır? 4 plus kökdə 15-in kvadratı. Düzdür? Bəli. Etirazınız yoxdur ki? Xeyr. Çıx nədir? Kök altında 15. Bu da bərabərdir. Məxrəcdə uşaqlar nə olur? 16 çıxılsın da 15, 15. yəni 1 eləyir. Sürətdə də bax bu kvadratdır da, bu kvadrat bu kökü nədir? Ləğv elədi. Mən qaldı orada 4 üstə gəlsin, kökdə 15 qaldı. Məxrəcdə də 16 çıx 15, 1 elədi də. Çıxılsın bir dənə kökdə 15. Kökdə 15-lər də getdi. Cavab 4. Sonra 19. 19. 2 kök altında 18. 2 kökdə 18. Çıxılsın mörtəzədə. Bəli. Kök altında 6, üstə gəldi kök altında 3, mörtəzə qıldı. Belə. Bəli. Sonra İfadəsinin qiymətini Bərabər. 2 kök altında 18. Çıx. Birincinin kvadratı. Metrizanın qarşısında çıx var, içindəkinin şərəfsini əksinə dəyişəcək. Çıx olacaq altı. Çıxılsın. Çıx birincinin ikincinin hasilinin 2 2 misli. misli. Düzdür? Bəli. Çıx yenə olacaq 3. Düzdür? Bəli. Bunlar da getdi, elədi mənfi 9. Sonra 23. 23. Deyir ki, dəyişən hansı qiymətində ifadəsinin mənası. Hansı ifadə? Kök altında Hə, mənfi 10 üstə gəlsin 5x. 5x. Mənası var. Hə. Uşaqlar, biz bilirik ki, cüt dərəcənin kökün altı mənfi ola bilməz. Yəni ki, bunun mənası olması üçün mənfi 10 üstə gəlsin 5x böyükdür, bərabərdir, nə olmalıdır? 0 olmalıdır. Bura bax da bax. Bura bax. Bura baxırsan. 5x böyük bərabərdir, mənfi 10 tərəfimizdə nə olacaqdır? Müsbət 10 olacaq. Tərəf tərəfdən 5-ə də bölsək, x böyük bərabərdir nədən? 2-dən. Yəni x daxildir, 2 də daxildir, 2-dən müsbət sonsuzluğa. Sonra Kök altında 4, 29. 29. Bəli. Hı. Kök altında 4, üstə gəlsin kök altında 21. Kök altı 21. Üstə gəlsin kök altında 13, üstə gəlsin Hə, kök bu altında belə 19. edəcəksən. Bəli. Bütün Bu hamısından belə. keçir. Bu 21-dəki belə. Hə, üstə gəlsin nədir? 13. Kök altı 13-dür. Bir də 10. Yox, bir də 9 kök altında. 9. Belədir. Düzdür? Bəli, bəli. Nasıl? Bu da bərabər. Kök altında 4 üstə gəlsin. 21 kök altında. Uşaqlar, buna neçə çıxır? 3. 3, 3-ə də 13 nə edir? 16, 4. Buradan nə çıxır? 4 çıxır da. Oradan da 5 olacaq. Bəli. Nə olacaq? Kök altında 4 üstə gəlsin. Buradan da 5 çıxır da. Düzdür? Bəli. Buradan da nə çıxacaq? 3. Sonra. Oxu. 37 mən. O sitə nədir? Sual yox edir. Xeyr. Yaxşı. Deməli, sürətdə kökdə 13. Kök altında 13. Məxrəcdə kök 12 çıxılsın kök 11. Kök 13 çıx, kök 11. Bəli. Hə. Çıxılsın. Hə. Yenə kəsir xətti çəkir. Sürətdə kökdə 11. 11. Məxrəcdə kök 13 plus kökdə 11. Hı. Deyir, ifadəsini sadələşdirir. Orta məxrəc. Bunların hasiliyyətdən olacağını kök altında 13 çıx, kök altında 11 vur. Kök altında 13. Üstə gəlməsin, nədir? Kök altında nədir? 11. Bu hasili bura bölsək, bu gedəcək, nə qalacaq bu? Onu da hara vuracaq? Sürətə. Yəni kök altında 13-ü nəyə vuracaq uşaqlar? Hə?
Nəyə? Sürətə. Yəni ki, nəyə? Buna vuracaq da. Evet. Bunu bura böldük. Bu getdi ixtisara. Nə qaldı? Bu qaldı da. Onu da sürətə vurmaq deyiləm ki, sonra çıxılsın. Kök altı 11 burasın. Bəli, kök altı 11-i nəyə vuracaq? Kök altı 10 çıxılsın kök altı 11. Bəli. Bunda bura, bu hasılı indi bura böləndə, bu məxrəcə böləndə, bu gedəcək, bu qalacaq. Evet. Bunu da vurmalıyıq hara, buradakı sürətə. Olacaq kök altında 13 çıx nə? 11. Kök altında 11. Düzdürmü? Evet. Bu da bərabər. Məxrəcdə uşaqlar nədir? A nisbi, A nisbi. Evet. Bunlar A kvadratı çıxsın B. Kök altında 13-ün kvadratı çıx kök altında 1 kvadratı. O da edir nə? 13 çıxılsın 11, bəli. Bunu da vurub açanda, burada olur 13, hə? Bunları vurub açanda, belə də saxlayıram. 13 vurulsun 11. Onsuz islah olunacaq. Bu da buna vuranda çıxılsın 13 vurulsun 11. Onsuz onlar gedir. Sıxalında işarələr kəsər dəyişirik. Üstəgəl olacaq 11. Düzdür? Bunlar əks ədədlərdir getdi. 13 o da 11 nə qədər elədi? 24. 24 də bölünsün necə? 2. O da elədi necə? 12. Sonra Mənim 47-dir, amma 7 yerləşdir. deyil. 45. 47 dən fazla var dəfə. Hansı var? 45. Baxın da. 45 deyildi ki. 45 yazmamışsın. Niyə demişsən gördüyün qədər? 45 dedi. Yazmamışsın. Oho. Kök altında Hı. kök altında 3 çıx 7-nin mötərizə Kök kvadratı. altında 3, sıx 7 belə Mötərizə. kvadrat. Nədir? Deyir ki, bu hansı aralığında yerləşir? Hansı iki tam İki qonşu tam ədəd arasında yerləşir. Hala cüt dərəcə kökü çıxardaraq asanda necə atırdıq? Modulda. Kök altında 3 çıxılsın nə olacaqdır? 7 olacaqdır. Düzdürmü? Evet. Modulda işarəsini təyin edək. Kökündə təqribən neçədir? 1,7 təqribən. Evet. Bu nədir? Bundan kiçikdir. Yəni modulun işarəsi nədir? Mənfi. Düzdür? O zaman bu modulu atanda nə olacaqdır? 7 çıxılsın nə olacaqdır? Kök altında 3 olacaqdır. Düzdürmü? Hə, bu kök altında 3 təqribən 1,7. 1,7 neçəsi belə. 7-dən də 1,7 çıxanda təqribən bax deyirəm. Təqribən bundan 1,7 çıxır. 1,7-nin kvadratı 9 çıxır. Bunda çıxanda nə qədər olacaqdır? Təqribən nə qədər eləyəcəkdir? 5 tam neçəsə. 5 tam neçəsə. 5 tam neçəsə. Hansı ki qonşu 5 ilə 6-nın arasında yerləşirlər. Elə deyil. Sonra neçə gəlir? 47. 47 də yerləşir. 47-ni də yazın. A kiçikdir sıfırdan, o da kiçikdir B olarsa. A kiçikdir 0-dan, o da kiçikdir B. B'dən. Elədir. Olarsa bəli. Kök altında mötərizədə A sıx B-nin kvadratı, mötərizə. A çıxılsın B-nin mötərizə kvadratı. Bəli, üstə yəni kök altında 4A kvadratı. İfadəsini sadələşdir. Yenə də cüt dərəcə kök altında necə çıxardırıq? Bura baxalım. Modulda hə, A çıxılsın B. 4-dən kök neçə çıxır? 2 modulda A. Düzdürmü? Evet. A B-dən kiçik olduğuna görə bu nədir? Mənfidir. A 0-dan kiçik olduğuna görə bu da nədir? Mənfidir. İndi burada modul altında necə yerlərin işarəsini dəyişəcək? B çıxılsın A. Burada da qarşısından atacaq, bir dənə mənfi atacaq. Sadələşdirsək nə olacaqdır? B çıxılsın necə olacaqdır? 3 A. Düzdür? Evet. Hə, yazın. Sonra 48. 48 baxın. Mötərizədə kök altı Mötərizədə nə? Kök altı 24. Kök altında 24. Çıxılsın 5. Hə, Üstü 11. üstündə 11. Vurulsun. Mötərizədə kök altı üstə yazsın kök altı 2. Mötərizə üstündə 22. 22. Gələn. Bəli. İfadəsi qiymət. Bunu saxlayaq. Kök altında 24 çıxılsın 5. Üstündə də 11. Bunu da yazaq bax belə. Kök altında 3 üstə gəldi. Kök altında 2-nin kvadratı. Bunun da qüvvətində necə? 11. Düzdür? Hə? 2 burada 22. Davam eləsək, kök altında 24 çıxılsın, kök altında 5 idi. 5. Elə deyilmi? Hə, üstündə də 11. Bu mötərizəni açsaq nə olur? Canlar burada. Aprisbeni mötərizə kvadratında. 3 üstə Mən gəlsin. birbaşa yazıram. 3 üstə gəl 2, 5 edir. Bunların hasilində 2 misli. Bunların hasilində 2 misli. 2 kök altı 12. Hə, nə bir 5 oldu da.
5 üstə gələnsi 2 kök altında necə? 6. Düzdürmü? Bunun da qüvvətində necə? 11. Bunların hansının ikincisidir? Bu 2 də kökün altına 4 kimi daxil olur. Kök altı 24 olur. Toplananlara yer dəyişikdə cəm dəyişir. O zaman bunu yazaq belə. Kök altında 24 çıxılsa 5, qüvvətində 11. Bunu da yazaq. Belə kök altında 24, üstə gəlsin 5, qüvvətində də 11. Bax bu 2 kökün altında necə daxil olur? 4 kimi. 4 vurulsun 6 neçə edir? 24. Düzdür? Mən onu yazmışım. İndi natural qüvvətin xassəsinə görə bunları bir mötərizədə yazıb, bax bu şəkildə. Kök altında 24 çıxıb 5, vurulsun kök altında 24, üstə gəlsin 5. Bəli. Üstündə də 11. Azərbaycanlıqda belə. Hə? Bunda qüvvətin 11-dir, bunda dərəcəsi 11-dir. Müəllim, burada toplamırdıq. Bəli. Burada toplamırdıq Harada? dərəcələri. Bunun əsasla bunun əsası eyni ki. Xeyr. Ben nəsə Ha, toplayalım. başa düşdüm. Burada çıxır, burada üstə gəldi. Başa düşdüm. Burada da üstə gəldi, olsaydı toplayalım. Ha, bu da bərabərdir. A minus B, A plus B. Nədir? A kvadratı çıx, B kvadratı. Burada olacaq deməli 24 çıxılsın. 5-in kvadratına qədər verir. 25, qüvvətində də 11. Bu da oldu mənfi 1 üstündə 11. Bu da eləyəcəkdir mənfi 1. Mənfi 1 üstü 11. 11 tək ədəd olduğuna görə tək zədə qüvvəti nə olacaqdır? Mənfi 1 olacaqdır. Sonra 51. 51. Bəli. Hı. Məxrəcdə 5 kökdə 3, Məxrəcdə 5 kökdə 3. çıxılsın kökdə 18, Çıxılsın 18. çıxılsın kökdə 8. Hə. Sürətdə 1. 1. Bəli. Çıxılsın kök altında 27, üstəyənsin kök altında 12. Çəkildədir. Bəli, bəli. Dedi onu. Nə yazım? Kök altında 27, üstəyənsin kök altında 12. Üstəyənsin 5 kökdə 2. Burada ilə. Bəli. Sürətdə 1. Zəxdə 1. Çıxılsın 5 kökdə 2-də 4. 5 kökdə 2-də 4. Elə. Bəli. Bərabərdir. Nə olacaq? Uşaqlar. Deyin görək. 8 vursun nədir uşaqlar? 6. 9 vurulsun. 9 Bu nədir? 4 vurur 2 kökdə 2. Düzdür? Çıx. Bu nədir? 9 vurur 3 deyil ki. 3 kökdə 3. Bu bəs. 4 vurursun 3 deyil ki. Hə? Nə olacaq? 2 kök verir. 2 kökdə 3. Bu da ki. 5 kökdə 2. Düzdürmü? Bizə görə sürətdə də 1. Çıxılsın 4 bölünsün. Nədir? 5 kökdə 2. Nə axtarmışlar orada sən? Nə istəyirsən? Hə? Məsələ elə çatışmır. Uşaqlar, burada 5 kökdə 3. Nə oldu? 5 kökdə 2. Nə sırmetrizə xaricində? 5. Nə qalır burada? Kökdə 3 çıxılsın. Kökdə 2. Düzdürmü? 1. Çıxılsın. Burada nə oldu? 5 kökdə 3, üstə gəl 5 kökdə 2. Yenə də 5-i çıxartdıq. Kökdə 3, üstə gələnsi nədir? Kökdə 2, sürətdə də 1. Düzdür? Etirazın yoxdur. Hə? Bölünsün, 4 bölünsün nədir? 5 kökdə 2. Düzdürmü? Bu da bərabər. Nə gələcək? Heç nə gedəcək. Yollar. Orta məxrəc bunlar ki. 5 vurulsun bu, bir də ki vurulsun bu, bir də ki nə var əlavə? Kökdə 2. Deməli, bunlar ki orta məxrəc oldu. 5 vurulsun. Kökdə 3 çıxılsın. Məyək də bunun sürət o məxrəci kökdə çıxsın, üstə gəlir ki, bunda kökdə 3 çıxılsın, kökdə 2 vura bilərsiniz, ilə edə bilərsiniz. Hə, burada nə olacaq? Çağlar dedik. Orta məxrəc məşin nə oldu dedik? 5 vurulsun, kökdə 3 çıxsın, kökdə 2. Burada da olacaq kökdə 3 üstə gəlinsin, kökdə 2. Hə? Bir dənə də əlavə nə var olur orada? Kök altında 2 var. Düzdür yəni. Elə yazılır, bəs gedə tartıq olun. Sürət o məxrəci vursanız kökdə 3 biz kökdə 2-yə olacaq mı? Məxrəcdə nə olur? İlkində eyni şey olacaq eləsən. Bunu bura verəndə uşaqlar. Bu gedəcək, nə qaldı? Bundan bu qaldı, hə? Onda sürətə vururam. Elə birbaşa vururam, yazıram. Olacaq kök altında 6, kökdə 3, kökdə 2 vurdum. Üstə gələnsi nə oldu? 2. Çıx. Çıx. Sonra bax, bu hasili, bu məxrəcə böləndə, bu gedəcək, nə qalacaqdır?
Kökdə bu fərq qalacaq, bir də ki bu qalacaq. Düzdür, onu da kökdə 2-yə vurub, və birbaşa sürətlə yazıram, 1-ə də vururam axı. Hə, kökdə 2, kökdə 2-yə vuranda nə oldu? Kökdə 6. Bu, uşaqlar, çıx var burada. Burada da çıx var, amma üstəgəl olacaq. Kökdə 2-ni kökdə 2-yə vuranda nə oldu? 2 oldu. Çıxılsan, bildinizdə nəyə görə? Burada çıx var ya, aydın oldu. Bu işarəsi nə edir? Əksinə dəyişir. Burada da bir dənə çıx var. İndi bu hasili, bu məxrəcə böləndə 5 gedir, kökdəki gedir, nə qalır? Bax, bu qalır. Düzdür? Çıxılsın, 4 vurulsun. Yəni, bu ikisinin hasili qalır. Bu ikisinin hasili nə edir? Uşaqlar? 3 çıxılsın, necə edir? 2 edir də. A minus B, A minus B deyil ki. Hə? Bunların hasili nədir? Bu iki mötərizənin hasili. Kvadrat. Kvadratlar fərqi. Nədir? Ya bəli, ya yox. Mən bilim ki, sən başa düşdün, yoxsa yox. Ya bəli deyirsən, nə yox. Və bunlar getdi. Düzdür? 3-dən 2 çıxanda 1 edir. 4. 4-dən 4 çıxanda 0. Məxrəcdə də hər nədirsə, cavab nədir? 0-dır da. Məxrəc nədirsə, məxrəc nə olur ki? 5 kökdə 2 olur da. 5 kökdə 2. 0-ı da nəyə bölsən, nə olacaq? 0. Yaz. Neçə? 55. 55. Oxu. A bərabərdir kökdə 11. A bərabərdir kök altında 11. Üstə yənəsin sürətdə 2, məxrəcdə 3 çıxılsın kök altında 11. 3 çıxılsın kök altında neçə? 11. 11. Belə. Bəli. Bərabərdir şöyle. Bu olacaq kök altında 11. Üstə gəlinsin. Sürətlə məxrəci nəyə vuracaq? 3 üstə gəlinsin. Nəyə vuracaq? Çıx-çıx eləmə orada. 3 üstə gəlinsin kök altında 11. Məxrəci vurmuşam, sürəti də həmin ədədə vurmalıyam ki, kəsirin qiyməti dəyişməsin. Düzdür? Hı? Evet. Bu da bərabər. Məxrəcdə uşaqlar nə olur? Hə? Dedə, olur, köçülmə, bulamazsın. Məxrəcdə nə olur? 3 kvadratlar. Yəni ki, 9 çıxılsın necə olur? 11 eləmir ki. Bəli. 2 vurulsun, 3 üstə gəlinsin, kök altında neçə? 11. Düzdür? Evet. 9-dan 11 çıxanda neçə? Mənfi 2. Mənfi 2. İxtisar getdi mi bu 2 ilə? Evet. Getdi. Amma burada mənfi olacaq da kök altında 11 çıx olacaq. Çünki bunlar ixtisarın mənfi 1 verdi. Onda bura vuranda çıxılsın 3, çıxılsın kök altında 11. Bunlar da getdi, qaldı mənfi 3. Sonra 50. ya 57 nədir? Belə var burada. Şey 55'in B'si də. Ha, B bərabər. B bərabərdir kökdə 10. Kök altında 10. Çıxılsın 1 bölünsün kök altında 10. Kök altında 10. Çıxılsın nə? 3. Belədir. Bəli. Bərabərdir. Kök altında 10. Çıx. Burada da bu kök altında 10 çıxılsın 3'ü vuracağım. Kök altında 10 üstə gəlinsin 3'ə. Düzdürmü? Kəsrin məxrəcini burada da vurmuşam. Sürəti də həmin ədədə vurmalıyam ki, kəsrin qiyməti dəyişməsin. Bir də bərabərdir. Kök altında 10. Düzdürmü? Evet. Sonra məxrəcdən nə olur? Hə? 10 çıxılsın necə? Necə? 9. Onu da deyə bilmirsiniz. A çıx, B, A birisi. A kvadratı çıxsın nə olur? Kök altında 10 kvadratı 10 edir. 3-cü kvadrat neçə edir? 9. 9. Sürətdə də kök altında 10, üstə gəlməsi nədir? 3. 10-dan 9 çıxanda 1 edir. O zaman olacaq kök altında 10 çıx. Kök altında 10. Çıx olduğuna görə çıxılsın nə olacaq? 3 olacaq. Bunlar da getdi, mənfi 3. Deməli, A-B-yə bərabər etmiş. Nə soruşur orada? C de var. Sen Asıların qiyməti rasional. Ha, yaxşı. Hansı nədir? Nə deyir? Rasionaldır. Rasionaldır da, mənfi 3 var. Bəli. A-B bərabərdir. C var. Düz hesablat da, C. C bərabərdir. Kök altında 6. Hı. Üstə yənəsin sürətdə 2. Hı. Məxrəcdə kök altında 6 üstə yənəsin 2. Kök altı 6 üstə gəlməsin 2. Belə. Bəli. Bərabərdir. Yenə də kök altı 6 üstə gəlməsin. Bu kök altı 6 plus 2-ni nəyə vuracaq? Mənfi. Yox, yox. Nəyə? Çıxılsın. Kök altı 6 çıxılsın nəyə? 2-yə vuracaq. Düzdür? Evet. Bu məxrəci nəyə vurmuşam buna? Sürəti də həmin ədədə nə etməliyəm? Vurmalıyam ki, kəsrin qiyməti dəyişilsin. Kök altında 6. Məxrəcdə Məxrəcdə nə olur? 6 Hə. çıxılsın 4. 6 çıxılsın 4. Düzdürmü? Sürətdə də 2 vurulsun, kök altında 6 çıxılsın 2.
Altdan 4 çıxan da 2 ilə 2. 2-lər eksal getdi. Kök Kök altı 6 üstə gəldi. Kök altı 6 çıxılsın 2. Bu da elədi nə? 2 kökdə 6 çıxılsın 2. Bu nədir bəs? İrrasional ədəddir. Nəysə? Rasional AVP. Ha, hansı irrasionaldır? AVP. Sonra 57. 57. Çatar 50. Əlsən deyil. Deməli, məxrəcdə 31 Kök yox idi ki orada. var mənim. Birinci kök çəkin. Bəli, Gedə bunu. Ha, məxrəcdə nədir? 31. Ha, sürəsi. Sürətdə 210. İstəyənsin 206. Ha. Çıxsın. Bu hesablamadır. Nə soruşub? Bir sadalaşdırma. Bak kök altında 31 məxrəcdə. O 2 üstü neydir? Mini 24. Heç nə yetəcək hesaba geçsin. 2 üstü 6 nədir? 64. 64 çıxılsın 3. Bu ayrı hesablamadır. Düzdür. Bəli. Bu 64-dən 3 xandan 61 ilə toplayanda nə qədər? 1080. Necə mini? Min necə? 1024 üstə 61 gələcək. 1085. Hə. Elə eləmir ki. Bəli. Hə. Bunu da böl də buna. Böləndə edəcək 3 dəfə. Düzdür. Bəli. Onda onu da 5 35. Bir də bunu soruşuruq da. Sonra nasıl gəlir baxmalar. 63. 61. 61. Bəli. 61 də yerləşdirə bilərik. 61-də yazmışam belə belə. Yoxsa yox? Yox. Yaxşı 61 idi deyil. 63 deyil. 61'den bir yer yazdı. Yaxşı yazır. Yerləşdirə deyil. Oku da. 61, 5, 0 x'den 0 9. Hə. Olarsa De. kök altında x çıxısın 9'un mərkəzə kvadratı. Hə. Üstə gəlsin kök altında x üstə gəl 5'in mərkəzə kvadratı. Elə. Bəli. Sonra cüt dərəcə kök atanda necə atırıq? Modul. Quralı. Burada da olacaq modulda x plus 5. X 5-dən böyükdür, 9-dan kiçikdir. 9-dan kiçiksə deməli bu nədir? Mənfi. Bura onsuz nədir? Müsbətdir. X 5-dən 9-un arasında yerləşir. Mənfi olanda yerlərinin də işarəsini tək. Niyə baxmırsan? Bala bura. 9 çıxılsın x. Müsbətsi olduğu kimi yazırsan. X plus 5. X plus 5. X nədə getdi? 14. 63-cü sual oxu. Yəni onu da burada yazdım. AB və BA iki rəqəmli ədədlər sorulur. Hə, oxu. Oxu da. AB və BA iki rəqəmli ədədlər kök altında. Kök AB kök altında AB üzrə BA. Belə. Bəli. Hı. Ədədi rasional ədəd olarsa. Necə ədəddir? Rasional ədəd Rasional olarsa. ədəd. Bəli. AB ədədi neçə fərqli qiymət ola bilər? Yaxşı. Sonra bu nədir? 10 A üstə gəlin 8 deyil. Bu nədir? 15 15 deyil. rasional. Toplayanda nə olur? 11. 11 A üstə 11. 11 A plus B deyək də. Belə olur da. Belə deyil. Hə, deyil bu irrasional ədəd yoxsa rasional ədəd? Rasional ədəd olarsa. Rasional ədəddir. Bu rasional ədəddir. Rasional ədəd. Düzdür. İndi bu A plus B nə olmalıdır ki bu rasional ədəd olsun? Və orada bizə şərtdə deyil axı. A2 rəqəmi ədəd üçün. Hə? A plus B nə olmalıdır ki bu rasional olsun? A plus B nə olsun? Elə bir şey deməli ki 11'e vurandı. nə olsun? Çıxsın. Kök çıxsın, bəli. Hə, nə ola bilər ki? 11 olsa, düzdür, A plus B 11. A plus B 11 olsa, A plus B 11 olsa 11'ə vuracaqsan kök çıxacaq. Başqa nə ola bilər ki? 11 yəni ki 11 olsa bu A plus B, buradan kök çıxacaq. Sonra 11'in sonra nəyi olsa, 11'in kubu olsa, 11'i vuracaqsan 11'in kubuna, elə deyilmi? Hə? Yenə də rasionallardadır. A plus B deməli 11 olmalıdır. Sonra kubu ola bilməz çünki A plus B 11'in kubu mümkün deyil. A və B rəqəmlərdən ibarətdir. A plus B 11'dir. A plus B 11'dir. İndi bizdən də nəyi soruşur? Deyir, AB neçə fərqli iki rəqəmli naturlardır? Yoxsa nə deyir? AB neçə fərqli qiymət ola bilər? AB neçə fərqli qiymət ola bilər? A plus B 11 olmalıdır da. A plus B 11 olmalıdır. Ha. A burada B. A plus B burada da 11 olmalıdır. 11 olmalıdır. Yaxşı. Neçə ola bilər? 0 ola bilməz ki? Yox. 0-dan başlayan iki rəqəm ədəd yoxdur. 1 necə? B 1 olsa ayrı 10 olmalıdır. O da mümkün deyil. Düzdür? B 2 olsa A neçə olacaqdır? 9 mümkündür da. Öylədir mi? B 3 olsa A neçə olacaqdır? 8. B 4 olsa A neçə olacaq? 7.
B5 olsa A neçə olacaqdır? 6. Sonra nə qaldı? Mərkəzdən dəyişə bilər. Tanrıdan dəyişə bilər. 8-dir. Bizdən soruşur AB 2 rəqəmlərdə neçə fərqli qiymət ola bilər? 6 8. neçə fərqli AB bəli, tərzdən ola bilər də. Məsəl üçün, burada dedik ki, yəni ki, AB 2 rəqəmli ədədi nələr ola bilər? Bax, AB 2 rəqəmli 92, 83, sonra 74, 65. 65, sonra 56, tərsindən prosesi, 47, 38, 29. 8-dən. Belə, yazın. Güclə sağışdıracaq.